Sağlam Radio 93 FM-də Offside sizinlədir. Hər vaxtınız xeyir, əziz Offside izləyiciləri. Qarşıdakı bir saat ərzində mən Günay sizinlə olacağım və bugün qonağımız Rauf Hacıyevdir. Günün mövzusu isə Formula 1-dir. Formula 1'li günlərimiz davam edir. Bu həftə sonu keçirilməsə belə bizi qarşıdan Yaponiya Grand Prix'si gözləyir və o Grand Prix'yə qədər o qədər Formula 1'də hadisələr baş verib ki, artıq 2 yarış geridə qalıb və Avstraliya Grand Prix'sində elə xəritənin aşağısında yerləşir. Orada da hər şey demək olar tərs getdi və ondan sonra Çin Grand Prix'si və bizi qarşıdan Yaponiya Grand Prix'si gözləyir ki, bu Grand Prix'lərdə baş verən hadisələr barədə danışacaq. Amma əsas gündəmdə olan məsələ Liam Lawson'un Red Bull'dan getməsi və Yuki Tsunoda'nın onun yerinə keçməsidir ki, əvvəlcə qonağımızı salmayaq. Salam, bravo. Salam. Necəsən Günay? Mən yaxşıyam, sən necəsən? Mən də yaxşıyam. Qayıtdım yenidən. Qayıtmısan və demək olar ki, bizim oturacaqlarımızla eyni rəngdədir. Biraz kamuflyaj olmusan sizinlə orada. Sizinlə bütünləşdim mən. Radio ilə bütünləşdim. elə görünür. Liam Lawson Red Bull'dan getdi cəmi 2 yarışdan sonra. Əslində gözlənilən deyildi daha doğrusu. Yəni Red Bull onu gətirəndə, yəni göndərmək üçün gətirməmişdi, amma ilk yarışda belə deyim, hal-hazırda Red Bull çox zəifdir və böyük ehtimalla Red Bull hal-hazırda ikinci maşını biraz test məqsədli istifadə edir. Yəni müxtəlif sazlanmalar yoxlayır orada. Sazlanma aralığı dar olduğu üçün, yəni müxtəlif sazlanmalar yoxlayır, müxtəlif üsullar yoxlayır, Ferrari yox, Red Bull yəni müxtəlif üsullar yoxlayır. Belə olan anda da, yəni ikinci maşında biraz təcrübəli pilot olmalıdır ki, həm o sazlanmalara normal bir geri bildirim versin, həm də ki o komandaya biraz yaxşı çıxış edib, o komandaya heç olmasa bir xaldan, 2 xaldan qazandırsın. Yəni Liam Lawson təcrübəsizdir, gəncdir, cəmi 11 yarışa çıxmışdı, yəni bu mövsümdən əvvəl cəmi 11 yarışa çıxmışdı və bu da heç yarım mövsüm deyil hal-hazırki vəziyyətdə, çünki bir mövsümdə 24 yarış var, heç yarım mövsüm eləmir. Və elə olan halda da Red Bull artıq belə bir qərara gəldi ki, Liam Lawson qoy getsin, biraz orada təcrübə yığsın Racing Bulls'da, Red Bull'da da təzədən Yuki Tsunoda'nı gətirdilər, daha təcrübəli 5-ci mövsümünə başlayır bu il. Bəlkə indi onun hesabına, yenə biraz geri bildirimlərinin hesabına Red Bull yaxşı nəticələr qazana bilər. Yəni heç olmasa sazlanma aralığını, sazlanma diapazonunu genişləndirə bilər, yəni maşını. Mən burada Ceyhun Rızayev kimi bir bənzətmələr edəcəm. Yuki Tsunoda'nın Red Bull'a qayıtması sanki Yuki Tsunoda'ya belə deyək, oğlan evi razılıq qız evi razılıq verməmişdi və Yuki Tsunoda özünü sübut elədi, oğlan özünü sübut elədi və axırda o qızı Red Bull'u almış oldu. Əslində sübut eləmədi. Yəni belə baxsaq düzdür, 3-cü sessiya gördük 2 dəfə sıralama turunda, amma içində gördük ki, Liam Lawson, Isaac Hajar da, yəni 3-cü sessiyaya çıxdı, hətta onu qabaqladı, yəni sıralama turunda. Yəni biraz bəxtləri gətirmədi, xalsız qalırlar, amma çünki Haas heç kimin gözləmədiyi anda birdən-birə yarışda sürətləndi, 2 komanda ilə xal aldılar, 2 komanda deyirəm, 2 sürücü ilə xal aldılar. Yəni bu özü biraz Racing Bulls'u geriyə saldı. Ondan başqa qanat problemi yaşadı, Yuki Tsunoda xalsız qaldı. Digər tərəfdən də isə Həcər yenə də o necə deyim, o strategiyanın qurbanı oldu biraz. Lakin Yuki Tsunoda'nın Red Bull'a keçidindən sonra həm belə iddialar da var ki, bəlkə Liam Lawson Red Bull Racing'də daha yaxşı nəticələr göstərəcək, nəinki Yuki Tsunoda. Təbii ki, Racing Bulls çünki Racing Bulls yenə deyirəm, Red Bull'da hal-hazırda ikinci maşın ekspert maşına kimi istifadə olunur. Çünki artıq Red Bull bilir ki, mühəndislər kuboku qazanmaq biraz çətindir. Çünki onlardan hal-hazırda yaxşı vəziyyətdə olan, düzdür, Ferrari son yarışda 2 maşından da diskvalifikasiya olundu, amma yenə də Red Bull'dan daha yaxşı vəziyyətdədirlər. Yəni günlərində olsalar ki, hələ ki günlərinə gəlib çatmayıblar, Red Bull'dan daha yaxşı vəziyyətdədirlər. Ona görə onlar bəlkə yenə keçən ilin ikinci yarısında necə ki mühəndislər kubokunu artıq unudub əsas sürücülər çempionluğuna önəm verdilər. Bu ildə eynisini eləyəcəklər. Hətta mövsümün əvvəlində Helmut Marko da, yəni komandanın
məsləhətçisi Helmut Marko da dedi ki, bizim üçün əsas mühəndislər kuboku deyil, sürücülər çempionluğudur. Eyni zamanda bu söhbətlər də hələ də davam eləyir ki, ötən mövsüm Perezin Red Bullda demək olar ki, Liam Lawson'un bu ilki günündə olması bolidlərin fərqli olması söz-söhbətlərini gətirir. Eyni zamanda da belə iddialar var ki, bolidlər eynidir, lakin Max Verstappen belə deyim, maşından istədiyini ala bilir. Belə deyim, yox. Bilirsiniz necədir? Bir sürücü nə qədər zəif olsa da, yəni bunlar bu uşaqların hamısı Formula 2-də yarışıblar. Yəni hamısı yarışa gəliblər də. Yəni yarışmağın nə olduğunu bilirlər. Yəni digərindən uzağı gerdə qalar 0.5 saniyə. Yoxsa biri 5-ci olan yerdə, digərinin 20-ci yerdə olması, yəni bu artıq o deməkdir ki, ya bu heç pilot deyil, ya aşağı seriya görməyib, ya da ki burada maşınların arasında fərq var. Yenə deyirəm, Liam Lawson 3 yarış sessiyası oldu. Yəni Avstraliya yarışı, sprint yarışı Çində, bir də əsas yarış. 3 yarışa da Liam Lawson pit yolundan başladı. Yəni bu isə o deməkdir ki, artıq Red Bull ancaq sazlanma diapazonunu genişləndirmək üçün digər maşından istifadə edir. Və bu indi bəlkə də ilk yarışlarda məqsəd odur ki, Asiya yarışlarını bir test kimi istifadə eləsinlər. Avropa yarışından etibarən yaxşı yeniliklər gətirib bəlkə də bəzi yarışlarda qələbəyə oynaya bilərlər. Hətta Verstappen'in çempionluğu oynada bilərlər. Bəlkə də o ikinci maşını yenə deyirəm bir ekspert kimi istifadə edib Avropadan etibarən bəlkə heç maşın o həddə çata bilər ki, artıq çempionluğu da oynaya bilərlər. Çünki McLaren da keçən il sezona başlayanda ideal başlamamışdı. Yəni 4-cü maşın idi ən sürətli. Mercedes-dən belə geridə idilər. Bəzi yarışlarda Aston Martin-dən geridə idilər ilk yarışlarda. Amma 5-ci, 6-cı yarışdan sonra açılmağa başladılar. Rauf, Red Bull-la bağlı son bir məsələ ilə bağlı fikrini öyrənmək istəyərdim. Liam Lawson'un 2 yarışdan sonra göndərilməsinə münasibətin necədir ki, şans verilə bilərdimi? Əslində bir pilotun 2 yarışa göndərilməsi, belə deyim, çox qəddarca alınmış bir qərardır. Yəni ki, sən bu adama gətirirsən, bu adam artıq planını qurur, hər şeyini qurur, birdən-birə sən onu göndərirsən ki, bəs yox, sən bu komanda üçün yetərli deyilsən. Yəni sən bu adamın təcrübəsiz olduğunu əvvəldən bilirdin də. Yəni bilirdin ki, cəmi 11 yarışa çıxıb. Sadəcə nə bilim, Yuki Tsunoda'nı onun biraz gəlməsində Helmut Marko'nun böyük rolu var idi. Çünki Helmut Marko onu çox dəstəkləyirdi. Yəni onu Racing Bullsa Ricardo'nun yerinə o keçirdi. Hətta söz-söhbət vardı ki, Christian Horner istəmirdi Ricardo geçsin, amma Helmut Marko'nun ısrarları ilə, Helmut Marko'nun tələbləri ilə Ricardo Singapurdan sonra qovuldu, onun yerinə Lawson gəldi. Hətta Lawson'u o Red Bull'a gəlməsində də ən böyük rol yenə də Helmut Marko'da idi. Çünki deyirdi ki, Tsunoda qeyri-stabil pilotdur. Bizə stabil adam lazımdır, amma yəni gördülər ki, ilk yarışdan sonra bu çox gəncdir, bu çox təcrübəsizdir. Yəni böyük komanda anlayışı biraz başqadır formula. Bir də bəzi pilotlar var ki, zəif komandalarda yaxşı çıxış edir. Böyük bir komandaya gələndə o çətinlik çəkirlər. Hətta bəzi məşqçilərdə də var o. Məsəl üçün kimlə misal gəlir? Benitez məsəl üçün daha dar heyəti olan Liverpool'da çempion olmuşdu, amma Real Madrid'e gələndə artıq o geniş heyət gördü, orada biraz çətinlik çəkdi. Yəni o hər yerdə var ki, o biraz o böyük yerə gələndə, böyük komandaya gələndə orada problem yaşaya bilirsən. Və komanda yoldaşları necə yola gedəcəklər? Max Verstappen və Yuki Tsunoda. Yuki'nin hazırda indiki gəncliyi ilə Max'ın gəncliyi ilə biraz xatırladır ki, əsəbidirlər. Max düzdür, indi sakitləşib. Max əsəbi idi, düzdür, amma əsəbin də necə deyim də bir necə deyirlər o bir söz var, dili də var, dilçəyi də var. Amma Yuki Tsunoda o deyil də indi nə qədər indi həmişə komanda yoldaşlarından geridə qalan bir sürücü idi. Hətta bir dənə Ricardo'dan üstün oldu. Ricardo da onsa tükənmişdi, yəni. Hətta McLaren'dan da biz bunu görürdük ki, o artıq yəni bütün o gücü tükənibdi, özünü yarışlara verə bilmirdi.
Hətta keçən Liam Lawsondan geridə qaldı son yarışlarda. Yəni bəzi yarışlarda Liam Lawsonun nə qədər təcrübəsidir geridə qalırdı. Bu il Həcərlə sıralama turunda, daha doğrusu Hajarla sıralama turunda Həcər gözəl bir-bir- səslənir. Həcər gözəl Onu səslənir. Rəhim müəllim deyirəm. Məncə Həcər elə istifadə eləyək və onun Əlcəzair kökənlərinə də bir hörmətimizi Əslində Ayşə göstərək. Kajar da o, yəni ərəb dilində də Ayşə Kajar. Biz Həcər deyək. Yaxşı. Yəni Həcər də yəni onu 1-1 oldu sıralama turunda. Yəni 2 yarışda bir dəfə uduzdu artıq Həcərə sıralama turunda. Yəni o pilot deyil. Amma sadəcə yenə deyirəm, Red Bull'un əlində hazırda seçim yoxdur. Kimi gətirsinlər? Yəni keçən gərək ağılları olsaydı Carlos Sainz'i gətirərdilər. O daha ideal olardı. Səhv eləmirəmsə Red Bull'da O da Red Bull'un yetirməsidir. Eyni zamanda Oscar Piastri-ni də bəyənirlər Yox, Red Bull'da. Oscar Piastri artıq McLaren'ın sürücüsüdür. Yəni artıq o McLaren'ın Necə ki Toto gətirmə Wolff biləcəyi Max Verstappen deyə qalıb, yəqin ki Red Bull da Oscar Piastri deyə qalacaq. Belə deyim, əgər Red Bull bu tempdə davam eləsə və kimi Antonelli, yəni indiki kimi davam eləsə, sıralama turlarında komanda yoldaşını çox uduzsa, böyük ehtimalla yenidən o Verstappen Mercedes söhbətləri alovlanacaq, iddiaları alovlanacaq. Bəlkə də 2027-ci ildə Verstappen-i Mercedesdə görə bilərik. Yəni bu olmayacaq bir şey deyil. Amma indi olacaq bir şey var ki, reklam və musiqi fasiləmizdə Bəli. daha sonra qayıdacaq. Sağlam Radio 93 FM-də qalın. Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir. Rauf Hacıyev bugün qonağımızdır və Formula 1 də günün mövzusu Formula 1 elə mövzumuzdan Grand Prix'lərindən davam eləyək. Daha 2 Grand Prix geridə qalıb və bizi qarşıdan Yaponiya Grand Prix'si gözləyir. Bu barədə verilişimizin qarşıdakı dəqiqələrində danışacağıq. Lakin əvvəlki yarışlara bir nəzər salaq. Avstraliya Grand Prix'si elə əvvəlki dəqiqələrdə də dediyim kimi necə ki xəritənin aşağısındadır, aşağı tərəflərdədir. Orada da o bir yana və orada da hər şey tərs gedir sanki. İnsanlar nə bilim ayaqları yalın gəzirlər, nə bilim trasda yağışı yağır, o olur, bu olur. Rukilər, gənc pilotlar qəza törədirlər. Hər şey yaşandı Avstraliya Grand Prix'sində. Bir yarışda yaşana biləcək hər şey oldu. Yəni qızdırma dövrəsində qəza, ilk dövrədə 2 qəza, ondan başqa yəni bir Formula 1-in ən təcrübəli pilotu qəza elədi və bütün o hadisələrin o cəryan eləməsinə kömək elədi. Norrislə Piastri arxada Verstappenin o təzyiqini hiss eləyib səhv elədilər. Çünki Norrislə Piastri əslində çox uzaqlaşmışlar. Yəni rahatlıqla 1-2 bitirəcəkləri yarış idi. Amma arxalardan Verstappen gələn kimi, yaxınlaşan kimi bir səhv eləyib hər biri axırlara düşdü, bir də az qala qələbəni Verstappenə verirdi. Və həmin yarışda əslində gözləmək olardı bu qədər qəzaların olması ki, gənc pilotların öyrəşməyi də. Bəli, divara yaxın trasdır. Yəni divarlar yaxındır. Yəni ona görə gənc belə bir mövsümün Avstraliyada başlaması məncə biraz səhv idi. Hətta ikinci yarışda Çin oldu. Yəni Çin yarışı oldu. Təzə asfalt qatı idi Çində də. Orada da yəni özü sprint həftə sonu idi və ikinci yarışdan sprint həftə sonu biraz düzgün deyildi. Hətta Avstraliyada belə bir mövsümün başlaması, çünki 7-8 dənə debutant var, yəni bu dəqiqə pelotonda. O necə deyirlər, qorxulu idi, çünki divarlar şəhər tipli traslı, divarlar yaxındır. Yəni qəzaların çox olacağı əvvəldən məlum idi ki, və debutantlar elədi qəzalarda. Elə Həcər elədi qəzanı, Bortoletti elədi qəzanı, Duhan elədi qəzanı, Lawson qəza elədi ondan başqa. Və dırnaqarası gənc pilot Alonso. Bəli, dırnaqarası gənc pilot. Onun niyə gənc pilot olduğunu bilirsən də, yəqin ki. Bilirəm, danışa bilərsən əslində o söhbətini. O söhbət nədir? 2021-ci, o 2018-ci ildə idmandan getdi, 2021-ci ildə qayıtmaq qərarı aldı. 2020-ci ilin sonunda da Abu Dhabidə təkər testləri olurdu. Qaydalara görə ora gənc pilot çıxmalıdır. Bir gənc pilot çıxmalı idi Alpində. Bir dənə təcrübəli pilot. Alpin də əvvəldən təcrübəli pilotunu seçmişdi, əsas pilotunu Ocon idi. Gənc pilot kimi də Fernando Alonso idi ki, mən gələcəm.
əslində qayda da var ki, bir pilot 2 ildən çox yarışmırsa, o təzədən elə bir gənc pilot statusu alır. Yəni ondan sonra hamı deyir ki, debutant alsın. Və hətta gənc pilotlar da Formula 1 mövsümü başlanmışdan Bəli. əvvəl bir stol ətrafında yığışmışdılar, söhbət Bəli. eləyirdilər və həmin söhbət əsnasında jurnalist bir sual verir ki, pilotlara hansı pilot sizcə rukilərdən, gənc pilotlardan hansı daha təhlükəli olar? Onda düzdür ki, Antonelli'nin də adını çəkdilər, amma Antonelli özü dedi ki, mən Alonso'dan qorxuram. Bəli. Bu yarışa gəlincə, Avstraliya Grand Prix-sinə gəlincə, əsas sənin az öncə dediyin məsələ oldu, diqqət mərkəzində olan yarışın sonlarına yaxın Bəli. o Piastrinin Yağışın artması. meydandan trasdan çıxması və düzdür, Norris qaytara bildi, lakin Piastrinin bir dənə özümü onun yerinə qoymağa çalışıram. İkinci sən hətta birinci də olmaq ehtimalın vardı Yəni, və çoxdu idi. yarışın kənarında otun üstündə dayanmısan, Maşın maşını getmir. tərpədə bilmirsən və hər kəs qarşından keçir. O bilirsən o nə denir o? Orada nə bilim, bəlkə də bütün düymələrə basıb əsəblə, hər şeyə basıb. O adam bir şey olanda, vaxt azalanda o olur ya, o hövsələn daralır, o özündən çıxırsan, qabağından hamı gedir, orada onun o yaşayıbdı, yəni. Sonra arxa-arxaya verib çıxması artıq Amma qan yaxşı formada qaytardı, yerini qaytardı. Keçdi özü. Nə keçmək idi özü də o axırıncı dövrədə. Avstraliya Grand Prix-sində lakin diqqət çəkən məqam bu oldu ki, Kimi Antonelli çox yaxşı yer qazandı. Səfərimiz 6-cı yerə cəza almışdı, lakin sonradan 4-cü yerə qaytarıldı və günün sürücüsü seçilən Lando Norris oldu. Layiq idimi? Əslində günün sürücüsü seçilimi, belə deyim də, o obyektiv seçim deyil. O biraz azarkeşlər də otururlar yarışa yaxınlaşanda, yarışın sonuna yaxınlaşanda daha doğrusu səs verməyə başlayırlar. Bir dövrlər var idi ki, Max Verstappen out olurdu, yarışın adamı seçilirdi. 12-ci olurdu, yarışın adamı seçilirdi. Amma baxırdın yarışda heç eləməyib. Çünki o vaxtda Niderlandlar yarışın axırına yaxın Formula 1-in saytına girib ona səs verirdilər. Ona görə o yarışın adamı obyektiv olmur. Elə bunu Çin Grand Prix-sində də gördük ki, Antonellini seçdilər, elə bir günahlarını yumağa çalışırdılar. Yenidən Grand Prix-lərə qayıtsaq. Əslində Antonelli belə deyim də, Avstraliyada da ancaq 8-cidən başlayıb deyəsən 8-cidən bitirdi. Avstraliyada yox. Avstraliyada axırlar 18-dən başladı, 4-cü oldu, düzdür, amma yarışda yəni ekstra bir performans göstərdimi? Məncə yox, çünki sadəcə maşınını düzgün sürdü və gəldi, biraz da axırda vəziyyətin qarışmasından istifadə edib 4-cü oldu. Yoxsa o yarışda 9-cu, 8-ci ola biləcəkdi maksimum. Və Avstraliya Grand Prix-sinin yarış qalibi Lando Norris Çin Grand Prix-sinə getsək isə o zaman fərqli bir onun komanda yoldaşını gördük. Oscar Piastrini bu bizə xatırladırmı Mercedes-də Rosberg və ya Hamilton o ardıcıl mövsüm ərzində davamlı qalibiyyətlərini, yəni bu mövsüm bunu görə bilərikmi? Top pillələrdə ancaq McLarenlər olacaq. Yox, böyük ehtimalla biraz soyuq traslarda McLarenin geriyə düşəcəyini görəcəyik. Hətta indidən çox adam McLarenin 2 pilotunun çempionluq uğrunda mübarizə aparacağını deyir. Düzdür, sürətlidirlər, hal-hazırda əsas favoritdirlər. Amma bunun sezonun sonuna qədər davam edəcəyini heç kim deyə bilməz. Məsəl üçün, keçən Red Bull da çox sürətli başlamışdı, amma sonradan geriləməyə başladılar. Ondan əvvəl daha başqa belə hadisələr olubdu. Ona görə biraz tələsməyək, hadisələri qabaqlamayaq. Gözləyək mövsümün Avropa sezonunu. Və Çin Grand Prix-si. Çin Grand Prix-sində Oscar Piastrini elə polu qazandı və böyük dəbilqəni qazanmasa belə həmin yarışında qalibi oldu. Hətta ilk polunu qazandı. Hətta Çin ilklər yarışı oldu. Hamilton Ferrari ilə ilk polunu aldı. Düzdür, sprintdə aldı, amma yenə aldı da. Sprintdə ilk sprint qələbəsini aldı. Öz karyerasında Hamilton. Ferrari'nin ilk sprint qələbəsi idi Formula 1-dəki. Oscar Piastri ilk pole position'ını qazandı və bu ilk yarışını qazandı.
Belə deyək, Ferrari-də hazırda vəziyyət çox qəribə formadadır. İlk yarışdan sonra yenidən ümidlər ölmüşdü və Çində sprint yarışında Hamiltonun qazanmasından sonra yenidən ümidlər yarandı və əsas yarışa gəlincə isə yenidən Belə deyim, o sprintdəki qələbələr çox vaxt yanıldıcı ola bilir. Çünki sprint həftə sonlarında artıq komandalar sprint yarışlarını əsasən sərbəst yürüş kimi istifadə edirlər. Çünki bir sərbəst yürüş olur, çoxu sazlanma tapa bilmir. Burada artıq biraz təcrübə lazımdır ki, Lewis Hamilton Çin trasını sevir, Şanxay trasını sevir. Şanxay trasını yaxşı bilir və burada da pole position qazandı. Hamıdan əvvəl nəsə bir şey tapdı, nəsə bir sazlanma tapdı və orada pole position qazandı. Poldan başladığı yarışda da arxa tərəfində Oscar Piastri ilə Max Verstappenin mübarizəsindən istifadə edib fərqi açıb getdi. Hətta bir müddətdən sonra Oscar Piastri də yəni artıq onu qovmağı buraxdı. Çünki bir xalın artıq orada söhbəti var da. Yəni bir xala görə on nəsə gedib ona yaxınlaşmaq, qəza eləmə riski ilə onu keçməyin yeri yox idi. Ondan sonra çox adam Ferrari favorit kimi gördü, amma o ki o sprint yarışından sonra təzədən qapalı park açıldı. Komandalar bütün o yığdıqları məlumatlarla maşınları təzədən sazladılar. Ferrari yenidən gördük ki, zəifləməyə başladı. O Ferrari deyil. Yəni gördük ki, Ferrari o mövsümün əvvəlində ancaq danışıbdı, yəni. Ancaq Hamilton kostyumda şəkil çəkdirdi, Hamilton F40-ın önündə şəkil çəkdirdi, Hamilton Sinyor Enzo'nun evindən çıxdı, Hamilton Sinyor Enzo'nun evinə girdi. Yəni küçədəki şoulara belə, yəni şou sürüşlərinə belə əsas pilotlarını göndərdi Ferrari ki, əksər komandalar bunu eləmir. Yəni ya test pilotlarını göndərirlər, ya öz komandalarında yarışmış, keçmiş veteran sürücüləri yollayırlar. Məsəl üçün Red Bull bir yaxınlara qədər David Coulthard'ı göndərirdi ora. Yəni test daha küçədəki şou yürüşlərinə. Amma Ferrari bu il qışda ancaq şou göstərməklə məşğul oldu. Əsas işlərə mən baxıram ki, yenə bu olubdu. Yəni tifozilər bu mövsümdən də əllərini üzə bilərlər asanlıqla. McLarenə gəlincə bu yarışda əslində son dəqiqələr, son dövrələrdə Norris bəli güc itirməyə başladı. Yox, əyləc problemi yaşandı. Əyləc elə bil basanda əyləc təzədən qalxmırmış yuxarıya. Yəni o boşalıbdı. Yəni bir dövrə də olsaydı böyük ehtimalla həm Russell həm də Max Verstappen onu keçəcəkdilər. Çünki Russell bir dövrəyə 7-8 saniyə fərq bağlamışdı. Heyf ki biraz gec yarandı bu. Çünki McLaren əgər bu üstünlüyü davam elətdirsə, yəni Norris biraz xal itirməsi yaxşı olardı, yəni. Avstraliya Grand Prix-sində McLaren pilotları arasında biraz gərginliyi hiss eləmədik, lakin çünki birinci yerdə Norris idi və Oscar Piastri'də də belə deyək gentlemanlik var ki, artıq əlini üzür. Amma ikinci yarışda Çin Grand Prix-sində bunu gördük ki, artıq Lando Norris komanda üzərində də təzyiq yaratmağa başlamışdı ki, mən artıq ona çatıram, ya sürətli olsun, ya da gəlib keçəcəm. Çində, bəli. Yox, belə deyim, onun içində Oscar Piastri yarışın ikinci yarısında çox fərqi astı getdi. Yəni 7-8 saniyə. O əslində əyləc probleminə görə olmuşdu. Yox, o təkərləri dəyişəndən sonra əsasən Piastri, yəni məni gözləmədiyim anda hard təkərlərdə yaxşı işlədi. Çox vaxt Piastrini biz sərt tərkiblərdə zəifləyən görürük, amma bu dəfə yaxşı işlədi. Avstraliyaya gəldikdə isə Piastri artıq 0,5 saniyəyə qədər salmışdı fərqi. Komanda dedi ki, yarışmayın. Ondan sonra Piastri biraz motivasiyadan mı düşdü, ya nə oldusa, ondan sonra komanda dedi ki, yox, yarışın. İndi yarışa icazə verir. Fərq onda 3 saniyəyə çıxmışdı. Yəni 3 saniyəyə çıxandan sonra sən o nə idi, bu nə idi, yəni deyirdin. Yəni ona görə də mən belə bir iddialarda görmüşdüm. Avstraliya yarışında komanda Piastri'nin gücünü azaldıb ondan sonra ona icazə veribdi ki, yarışsın. Ola bilər, çünki 2 dövrə içində birdən-birə fərq 0,5 saniyədən 3 saniyəyə qədər
yüksəldi. Ondan sonra komanda dedi ki, hə, yarışa bilərsən. Və ondan sonra da bir müddətdən sonra Piastri'də o bəlkə də o yarışın sonlarındakı o səhvi, o ruh düşkünlüyünə görə oldu. O da ola Mən bilər. təxmin edirəm ki, mövsümün gedişatında düzdür. Hazırda hələ ki sular durulub, lakin gedişatda Oscar Piastri və Lando Norris arasında o gərginlik başlayacaq və ola bilsin ki, McLaren'in belə Mercedesin hətta Barcelonada pilotları arasında o tam ayrılıq düşmüşdü. Bu böyük ehtimalla bu ilk mövsümdə də olacaq McLaren pilotlar arasında. Olacaq, amma mən nə fikir verirəm, Oscar Piastri'nin sıralama performansı Lando Norris'ten zəifdir. Amma yarış tempində Oscar Piastri daha inamlı görünür. Hətta Avustraliyada da gördük çatırdı, Çində gördük ki, yəni rahatlıqla qazandı. Amma Avustraliyada Lando Norris o fərqi açamırdı Oscar Piastri ilə. Yəni nə qədər elədi, açamırdı fərqi Oscar Piastri ilə. Ona görə mən düşünürəm ki, əgər Oscar Piastri biraz sıralama performansını düzəltsə, biraz sıralama turunda sürətli olsa, çox güman bu il çempionluq üçün əsas namizəd olacaq. Max Verstappen nə edəcək bu il? O Red Bull'dan asılıdır artıq. Yenə deyirəm, Avropa mövsümünə qədər Avropa mövsümündə hər şey məlum olacaq. Çünki gələn il təzə reqlament başlayır. Artıq komandalar çox güman uzağa 2 aydan sonra başlayacaqlar gələn ilin maşının üzərində işləməyə. Çünki gec başlayan, maşın üzərində gec işləməyə başlayan geriyə düşəcək. Məsəl üçün, hal-hazırda Aston Martin bu il hər şeyin başını buraxıb əsas yönlənib gələn ilin maşınına. Onlar üçün daha yaxşıdır vəziyyət. Böyük ehtimalla Ferrari də əgər görsələr ki, Avropada o deyil, yəni artıq komanda yəni 3-cü sürətli komandadır, ya 2-ci sürətli komandadır, onlar da böyük ehtimalla gələnlə fokuslanacaqlar və Red Bull da onlar kimi. Artıq görsələr ki, Avropada da bunlar çox geridə qalırlar, onlar da artıq yavaş-yavaş gələnlə köklənəcəklər. Ona görə Avropada 2 yarış geridə qalandan sonra artıq hər şeyə demək olar, mövsümə demək olar aydınlıq gələcək. Ona qədər Red Bull özünü düzəltsə və Verstappen yenidən qələbələr uğrunda mübarizə aparsa, onda belə görünür ki, həm Red Bullda, həm McLaren'da işlər çətin olacaq gələn il üçün. Rauf, bu 2 yarışdan sonra bəs gənc pilotları necə dəyərləndirərdin? Hansılar daha yaxşı performans göstərir ki, yəqin ki, bunun ilk pilləsində Kimi Antonelli'dir ki, digərlərindən, gənclərdən daha yaxşı bolida sahibdir. Sənin seçimlərin necə olardı? Mənim seçimlərim, məsəl üçün, mən Bortoletonun performansından təsirləndim. Düzdür, yarışda hələ çox səhv buraxır, amma sıralama deyəsən, Həcərlə axırıncı yarışda Həcər onu keçməyə çalışırdı, bəli, buraxmadı. Bəli. Yəni, onsuz ikisi də debütantdır belə götürəndə. O da Bortoleto, hətta keçən il Formula 2-də çempionluq uğrunda mübarizə aparırlar. Bortoleto axırda çempion oldu. Amma belə deyim, hal-hazırda indi maşının da hesablasaq, maşının da gücünə Kimi Antonelli hamısından yaxşı görünür. Ondan sonra isə Oliver Berman'dır. Avustraliyada out olmadı, yarışı bitirdi. Çində də əsas yarışda yəni yaxşı ötmələr elədi, yaxşı performans göstərdi. Düz Ocon'dan geri qaldı, amma Ocon da elə belə pilot deyil. Yəni bir dövrlər aşağı seriyalarda Max Verstappen'i məğlub eləmiş pilotdur. Düzdür. Formula 1-də bəxti gətirmir, yaxşı komandaya düşmür. Biraz özü də tərs biraz adamdır. Problemlidir. Biraz problemlidir. Ona görə böyük komandalar da onu istəmir. Yəni belə hallar da var, amma yəni pis pilot deyil Ocon. Ocon'dan geri qaldı, amma yaxşı performans göstərdi və Haas üçün vacib xallar qazandı. Digər bir mənə ən çox təsir edən Bortoleto oldu. Çünki 2 yarışda da Hülkenberg'i yerdə qoydu sıralanma turunda. Bu elə belə bir şey deyil. Yarış tempini də düzəltsə, bəlkə də gələcəyin çempionlarından biri ola bilər. Və Kimi Antonelli'nin komanda yoldaşı George Russell 2 yarışdakı 3-cü yeri tutur. 2 yarışda 2 podium qazandı. Sprintdə də 4-cü oldu. Bax, belə deyim, Mercedes həm 2022-ci ildə, həm 2023-cü ildə, həm də keçən il o mövsüm içində çox yaxşı inkişaf elədilər. Yəni o bir konsepti tutub o konseptin üstündə işləyib gedə bilirlər.
İndi mən baxıram ki, Mercedes yenə keçən ilki kimi soyuq traslarda güclüdür, soyuq havalarda güclüdür. Avropadakı o hava biraz sərin, soyuq olsa, biraz tras soyuq olan vaxtlarda Russell məncə qələbələr qazana bilər. Hətta Mercedes də biraz inkişaf eləsə, Russell çempionluq uğrunda mübarizə apara bilər. Sadəcə Mən elə bunu soruşmaq Bəli. istəyirəm ki, Mercedes uzun müddətli bir plan üzərində çalışır və seçdiyi pilotlardan da bu görünür. bəli. Bu pilotlar çempion olacaq xarakterdədir. Təbii ki. George Russell Formula 2-də dünya çempionu olub. Yəni özə kimlərlə mübarizə aparıb? Lando Norrislə mübarizə aparırdı. Yəni Alex Albonla mübarizə aparırdı. Düzdür. Leclerc də Formula 2-də çempion olub, amma Leclerc'in elə bir ciddi rəqibi yox idi və hər ikisi də debüt mövsümlərində çempion olublar. Məsəl üçün orada çempionlar çoxdur. Oscar Piastri də Formula 2-də çempion olub. Onu da belə baxıram ki, onun da dövründə Formula 2-də hələ qorxulu sürücülər olmayıb, amma onun gəldiyi pelotonda Lando Norris vardı, Alex Albon var idi. Yəni ona görə də George Russell-ı necə deyirlər, o çox barmaq arası baxmaq olmaz ona yəni. George Russell əgər komanda normal şəkildə inkişaf eləsə, mövsümün ikinci yarısında çempionluq uğrunda əsas namizədlərdən biri ola bilər. Sağlam Radio 93 FM-də Offside dinləyirsiniz. Musiqi və reklam fasiləmiz olacaq. Daha sonra buradayıq Offside-dən. Dalğan dəyişməyin. Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir və Raufla biraz hadisələri qabaqlamağa çalışacağıq. Növbəti həftənin sonunda aprelin 6-sında bizi 4-5-6 aprel tarixlərində bizi Formula 1 həftəsi gözləyəcək və Yaponiya Grand Prix-si keçiriləcək. Bu Grand Prix-dən kimdən qələbə gözləyə bilərik? Əslində belə deyim, Red Bull ən zəif dövrlərində belə Yaponiyada həmişə fərqlənə bilən bir komanda olub. Yəni Yaponiyada onlar sazlanma tapa bilirlər. Üstəlik Yaponiya Red Bullun hal-hazırda yarım ev trasıdır. Çünki Honda ilə işləyirlər. Hondaya görə hətta Suzuki Honda'nın öz trasıdır yəni. Honda'ya aiddir o tras. Suzuki yox, Suzuka daha doğrusu. Suzuki brenddir. Ona görə də ki, mən Red Bull'dan bu dəfə daha yaxın olacaqlarını düşünürəm, amma McLaren'ın yenə də favorit kimi görürəm. Çünki yenə deyirəm 2 həftəlik bir fasilədir. Hələ bilinmir, yəni komandalar hələ tam gücdən yeniliklərə işləmirlər. Çalışırlar ki, hər şeyi daha çox analiz eləsinlər, hər şeyi daha yaxşı analiz eləsinlər və yenilikləri ondan sonra gətirsinlər. Çünki artıq büdcə limiti də var. Yəni gətirəcəkləri və işləməyəcəkləri yenilik də o büdcə limitindən gedir. Pul itirirlər komandalar. Ən azından yaya qədər yaya qədər yox. İşlərinin bir hissəsini bitirməyə çalışacaqlar ki, yaydan sonra yenidən yeniliklər etsinlər. Yaydan sonra mən artıq nə bilim yeniliklər gözləyirəm, amma çünki çox ciddi yeniliklər ola bilərmi? Çünki yenə deyirəm, komandalar yavaş-yavaş gələn ilki maşınların üzərində işləyəcəklər və resurslarını daha çox ora yönləndirəcəklər. Çünki qabaqdan təzə reqlement gəlir. Artıq bu il geridə qalan komanda ona fikir verməyəcək. Amma yenə deyirəm, ya Red Bull, ya Mercedes McLaren'a biraz yaxınlaşsa, artıq çempionluq uğrunda orada bir mübarizə olsa, komandalar necə ki 2021-ci ildə Mercedes ilə Red Bull başladılar, o mübarizə aparanda 2022-ci ilə daha gec hazırlaşmağa başladılar. Bundan da Ferrari yaxşı istifadə elədi. İlk yarışlarda qələbələr qazandı, amma sonra Red Bull özünü topladı və çempion oldu. Düzdür, amma nə bilim, həmişə Ferrari kimi rəqiblər gəlmir adama, yəni əlindəkini hədiyyə verən. Ferrari bəs Çin Grand Prix-sindəki o fiaskodan sonra Yaponiyada nə edəcək? Yəni bir fasilə biz səndən bu haqqda danışdıq. Yəni Çin haqqında. Bəli, verilişin gedişatında bu məsələyə toxunmağı unutmuşduq. İlklərin yarışı dedi, yəni ilk Hamilton və Ferrari ilk sprintini qazandı, Hamilton ilk polunu qazandı, nə bilim Piastri ilk polunu qazandı. Ondan başqa bir ilk də o idi ki, Ferrari tarixində ilk dəfə 2 sürücüsü ilə də yarışdan çıxarıldı, yəni diskvalifikasiya olundu. Ümumilikdə Ferrari azarkeşləri üçün belə bir söz var, belə bir deyim var, aforizm var. Heç vaxt Ferrari azarkeşləri soruşmasın ki, bundan pis ola bilərmi? Ola bilər. Bəli. Bundan pis ola bilər. Yaponiyada Ferrari özünü toparlaya biləcək?
Yəni toparlaya bilərlərmi? Belə deyim, bəzi trustlar var ki, yəni komandalardan ya pilotlardan onu deyə bilirik, amma Ferrari-də vəziyyət o yerdədir ki, hal-hazırda. Yəni pilot da heç bir şey eləyə bilmir. Bəlkə də Ferrari daha pis vəziyyətdədir. Biz bunu bilmirik. O 2 pilot hal-hazırda komandanı toparlayır. Amma hazırda Hamilton komanda üçün heç nə eləyəmir. Çünki Hamilton özü deyir ki, mənim 5-6 yarışa ehtiyacım var bura öyrəşməyə. Amma əsas mən burada favorit kimi McLaren'ı görürəm. Yəni Verstappen burada özünü doğrulda bilər və biraz indi hava necə olacaq hələ bilmirik. Yəni birinci gün hava haqqında məlumat daha yaxşı formada çıxacaq, daha dəqiq formada çıxacaq. Əgər biraz hava soyuq olsa biz təzədən Mercedesi qələbə uğrunda mübarizədə, podium ya da qələbə uğrunda mübarizədə görə bilərik. İndi qarşımda bir statistika var. Maraqlıdır və bu statistikanı deyim, daha sonra fikrini də öyrənmək istəyəcəm. 2014-cü ildən bəri, bu statistika 2014-cü ildən bəri olan statistikaya nəzər salaq, hansı pilot qalib gəlibsə Suzuka-da o çempion olub. Sadəcə 2019-a çıxmaq şərti ilə orada Valtteri Bottas birinci yer tutmuşdu, amma qalan yarışlarda, mövsümlərdə Suzuka-nın qalibi eyni zamanda Formula 1-in də qalibi olmuşdu, çempion olmuşdu. Görəsən bu yarışda bizi qarşıdan gözləyən yarışın qalibi mövsümün qalibini də müəyyən etmiş olacaqmı? Belə deyim də, buna qədər yəni Suzuka mövsümün əvvəlində keçirilmirdi, həmişə axıra yaxın keçirilirdi. Onda da həmişə oturuşmuş komandalar qalib gəlirdilər çox vaxt. Ona görə belə bir statistika yaranmışdı, amma keçən ildən etibarən Suzuka trası yarışın əvvəlinə keçirildi, mövsümün əvvəlinə keçirildi və ondan sonra düzdür, Verstappen keçən il qalib gəldi, maşın o vaxtı yaxşı idi, Red Bull o vaxtı yaxşı idi, hətta dubl eləmişdi Red Bull. Ondan sonra yəni bu il də o təkrarlanarmı bilmək olmaz. Çünki bundan sonra hələ 21 yarış gözləyir bizi. Yəni keçmişdə belə deyim də, bir sezonda 19 yarış olurdusa, artıq yəni bundan sonra demək olar bir mövsümdə yəni bizi gözləyir. Yəni bir mövsümlük yarış var. Ona görə tələsmək olmaz bu il üçün. Mövsümün axırlarında yenidən bu məsələyə qayıdarıq. Ümidəyirəm və təşəkkürlər. Ya da düşsə qayıdarıq. Ya da düşər, ya da salarıq. Təşəkkürlər Rauf. Təşəkkürlər Rauf. Bugün gəldiyin üçün və maraqlı söhbətin üçün. Təşəkkürlər. Sizinlə gələn həftəyə qədər sağollaşıram. Bir saat ərzində Offside dinlədiniz. Gələn həftə saat 3-də Offside düşməyi unutmayın. Hələlik.